Dost sözü ağır sözdür, amma incə sənətdə. Vay, vay, vay. İncə sənətdə çox çətindir dost. İncə sənətdə indiki devirdən o vaxtdan indiyə gələnə qədər deyirəm, amma çox çətindir. Bu sənətdə dost tapmaq çox çətindir ya. Hər yerdə onlar uzun müddətli gedər, amma bizim sənət elə bir çətin sənətdir ki, ayırt eləyə bilmirsən, dost kimdir, düşman kimdir. Burada, bu canından çıxan, məsəl üçün, səsdir bu, səs. Başa düşürsən, bu səs nə deməkdir? O səsə sən nətər belə yalandan belə durasan, nəsə belə paxıllıq eləyəsən və yaxud nəsə belə daha belə, çox belə ağlıva gəlməyən pis addım atasan. Bu insanda o yoxdur. Bu insan Mətanət Əsədovanı daxilən heç kim bilmir. Necə yaşayır, necə hər bir başına gələn, ağzına gələn danışır, fikir bildirir, o yazırlar, hə. Amma heç kim bilmir. Bir günlərin bir günü biz bir-birimizin yaşayışımızdan çox gözəl xəbərdarıq, ha. Vasif, deyirəm də, Asif müəllim onu yaxşı tanıyır. Bir də mən, gənc çağlarından. Mən şəxsən, bugün deyirlər Mətanət Əsədova sənətkar belə elə. Mən gedirdim, bizim gözəl dahi bəstəkarların retro musiqilərinə mən gedirdim, bir Elçin Cəlilova qulaq asırdım. Bir də bir yer var idi, Vasif orada çalışırdı. Gedirdim, ancaq baxırdım mən. Hə, gedirdim orada qulaq asırdım, deyirdim, ay Allah, bu nə gözəl retrolar, musiqilər oxuyur. Bir də ki, bunun səliqəsinə baxırdım ki, insan nə qədər, bir o səliqəni Allah qəni-qəni rəhmət eləsin. Məmməd Bağırzadədə görmüşəm. Böyük sənətkar, unudulmaz sənətkar. Torpağı sana Allah ömür versin, Vasifdə görürəm. Gənclərimiz də var. Nə vaxtsa bir verilişdə olanda olanın haqqında fikir bildirəcəm. İndi bugün biz Vasifin ocağındayıq. Amma Vasif mənim o gözəl keşməkeşli, gözəl yaşadığım bir zamandan elə bir çıxıra gəlib düşmüşdüm ki, mənim çörək almağa pulum yox idi. Bunu demək lazımdır. Həmişə Mətanət belə firri-firavanlı, ay aman belə brend giyin, elə olub, yox. Mənim elə bir vaxtım olub ki, mən çörək pulum olmayıb. Günlərin bir günü, bu da hissiyatlandır. Hissiyat, insanın gərək hissi insana çata. Vasif mənə zəng elədi ki, bir danışıq var, ölürəm mu elə deyəndə. Alo, deyirəm ki, Can, haradasan? Deyirəm, evdə. Nə ağarsan, ha? Deyirəm, heçsinə oturmuşam. Səsin niyə zəif gəlir? Belə. Deyirəm, heçsinə, ay Vasif, pulum mu yoxdur? Billah deyirəm ki, hə, Bedirəm, pulum nədir? İnansan, heç evdə bir bazarlığım da yoxdur, heç nəyim yox, Bedirəm. Nə danışırsan? Deyirəm ki, hə. Yer deyirəm, davay, dur, gəl, ora mən məclisdəyəm. Məclis bunun məclisidir. Ora Mətanət istəməyiblər. Mətanəti neyinlər? Öyle bir moment var orada ki, Mətanət yada düşmüş. Gəldim ora. Gördüm, Vasif məni gördü, belə baxdı mənə. İndi belədir. Oradan bir, xahiş edirəm, sakit dayanım, bir Mətanətə qulaq asaq. Yox, dedim, Mətanət xanım bir kəsməş kəsdi. Bir kəsməş kəsdi, oxu, bir sənin qulaq asaq, kəsməş kəsdə yeri dördü ora. Orada oturublar, bu insana qulaq asırlar. Bunun başına yığışıblar. Özə ən gözəl, mötəbər, onları heç görməyə can atır cəmaat. Bax, bu insanın başına yığışıblar. Elə iş adamları. Dedi, bir kəsməş kəsdi oxu. Mən oxudum, belə pullar belə gəlib qoyulur, eləyir. Amma Vasifin qarşısına bu hündürlükdə pul qoyublar. And ol Allaha. Bax, onu oradan belə götürdü, qoydu hamısını mənim qabağıma. Dedim ki, ay Vasif, dedi, sakit deyəm. Durdum, ayağa çıxanda belə baxdım, heç nə deyəmirəm. İndi ağlama tutub məni ağlayıram, görəm məni bağrına basıb, ağlayır. Dedi, az mən ölmüşəmmi, dedi, sən dedi, sən ona sözü dedim mənə, dedim, hə, Vasif, mən deyirəm. Yəni, kürəyi çevirib belə arxa dayaq bildiyin, bax, bu insan ola bilər. Sözüvü ürəklə deyib, dərdüvü paylaşıb, bunu bu içində saxla, bu insan ola bilər. Vasif, insan kimi dahi insandır. Vasifi, yenə deyirəm, mənə heç kim bu sənətdə biz ola bilərik, dost, məclisdə oxuya bilərik, bir-birimizə tərif yağdıra bilərik, bir-birimizdən yaşlıq görə bilərik, nə vaxtsa, nə dəsə. Amma Vasifin mənə etdiyin heç kim eləməyib. Vasif deyir səni, hələ bir yax deyir səni, kimsə gəlsə bağışlayarsan. Vasifin elə ürəyi yoxdur. Vasif nə vaxt belə bir şey olur, məsəl üçün, o bağışlamadığı insanın İraq başına bir iş gəlsə, hamıdan qabaq bu orada olacaq. Mən birinci dəfədir. Vasif, sənə bir hələ bax, bir fikirləş, bir yerinə çat, gör, Vasif kimin oğludur, Vasifin atası kim olub? O elə adamdır. Allah haqqı düz deyirəm.
Allah səni bizə nə yaxşı bəxş edib, Allah səni bizə çox görməsin. Bizim dayaq yerimiz, umud yerimiz. Allah haqqı, səni var olasan.